Polşanın baş naziri Donald Tusk, Elon Musk'la Xarici İşlər naziri Radoslav Sikorski arasında qızğın fikir mübahisəsinə cavab olaraq iş adamını kiçik və zəif tərəfdaşlara hörmətlə yanaşmağa çağırıb. Tusk bu fikri X sosial platformasında ingilis dilində yazıb. Əsl liderlik partnyorlara və müttəfiqlərə hörmət deməkdir. Hətta kiçik və zəiflər üçün də. Heç vaxt təkəbbür demək deyil. Əziz dostlar, bu barədə düşünün deyə baş nazir vurğulayıb. Qeyd edək ki, ötən gün Sikorski və Musk'ın sosial şəbəkədə mübahisəsi baş verib. Elon Musk Ukraynadakı Starlink terminallarını nəzərdə tutaraq bildirib ki, əgər internet rabitəsini kəssəydi, cəbhə xətti dağılacaqdı. Sikorski isə Kiyev üçün başqa rabitə xidməti provayderi tapacağı ilə hədəliyib. Musk Sikorskinin sərt sözlərinə cavab olaraq onu kiçik adam adlandırıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio isə deyib ki, Vaşinqton Ukraynanı Starlinkdən ayırmaq niyyətində deyil.